Salam, hər vaxtınız xeyir uşaqlar. Mən riyaziyyat müəllimi Nurlan müəllim. Deməli, trigonometrik tənliklər mövzusuna aid olan bu sualın həllini vermək istəyirəm sizə. İlk öncə biz burada nə edirik? Əmsallara fikir versək uşaqlar. Hər biri 2-dir. 2-ni ortaq qrup kimi mötərizə xaricinə çıxardıram. Olar 2 kosinus üstü 4 2x çıxılsın sinus üstü 4 2x bərabərdir mənfi kök 3. Hər tərəfi 2-yə bölsəm, olar kosinus üstü 4 2x çıxılsın sinus üstü 4 2x bərabərdir mənfi kök 3 bölünsün 2. Bu ifadə mənə nəyi xatırladır? Sol tərəfdə gördüyüm a üstü 4 çıxılsın b üstü 4 ifadəsi. Necədir açılışımız? Müxtəsər düsturu. A-nın kvadratı çıxılsın b-nin kvadratı vurulsun a-nın kvadratı üzərinə gəl b-nin kvadratı. Deməli, bunun açılışını yazsam olacaq. Belə kosinus kvadratı 2x çıxılsın sinus kvadratı 2x vurulsun kosinusun kvadratı 2x üzərinə gəl sinusun kvadratı 2x bərabərdir mənfi kök 3 bölünsün 2'ye. Fikir versək, ikinci vurğun nə verir mənə? Kosinus kvadratı alfa plus sinus kvadratı alfa nəyə bərabərdir? 1'ə. Hansı halda? Arqumentlər eyni olduğu halda. Deməli, bunun nəticəsi 1'dir. Və bu ifadəni 1'ə vurmaq elə də ciddi dəyişiklik yaratmır. Yəni, nəticə olaraq kosinus kvadratı 2x çıxılsın sinus kvadratı 2x almış olurum. Bərabərdir. Mənfi kök 3 bölünsün 2. Daha sonra bu ifadə mənə nə xatırladır? Kosinus 2 alfanı, yəni 2 vur 2x'i 4x'i xatırladır. Bərabərdir. Mənfi kök 3 bölünsün 2. Və 4x bərabərdir. Nətərdir kosinus olan halımız? Müsbət mənfi arq kosinus mənfi kök 3 bölü 2. Üzərinə gəl 2 pi k. 4x bərabərdir. Müsbət mənfi. Arq kosinus mənfini necə edirdi? Pi çıxılsın şəklində mənfini itirirdi. Pi çıxılsın kök 3 bölü 2'ni nədə alır? 30 dərəcədə. Yəni pi bölünsün 6'da. Üzərinə gəl 2 pi k. 4x bərabərdir. Müsbət mənfi 5 pi bölü 6. Pi'dən pi bölü 6'na çıxanda 5 pi bölü 6 eləyir. Üzərinə gəl 2 pi k. Uşaqlar, x da bərabərdir. Müsbət mənfi 6'da 5 pi'ni 4'ə bölərəm. 24'də 5 pi plus 2 pi k'nı 4'ə böləndə pi k böl 2. Bu da belə. Cavabımız budur.